Salam əziz tələbələr. Bu dərsimizdən etibarən kursumuzun yeni bir mövzusuna keçid edirik və JavaScript proqramlaşma dili haqqında danışacağıq. Daha öncə öyrəndiyimiz texnologiyalardan, yəni HTML və CSS-dən fərqli olaraq JavaScript bir proqramlaşma dilidir və web sahəsində ən geniş yayılmış proqramlaşma dillərindən biridir. Kodlamaq bölməsinə keçidməmişdən öncə JavaScript üzərində nələr edə biləcəyimiz haqqında danışaq. Biz JavaScript vasitəsilə dinamik HTML səhifələri, yəni web səhifələrimizi yarada bilirik. Nə deməkdir bu? Yəni biz JavaScript vasitəsilə HTML-də yaratdığımız hər hansısa bir elementə, yəni bir HTML teginə müraciət edərək, onun üzərində müəyyən dəyişikliklər edə bilirik. HTML-də var olan bir tegimizə müraciət edərək, onun içində yazılan bir sözü və yaxud da HTML mətnini dəyişdirə, silə, yenisi ilə əvəz edə və yaxud da hər hansısa bir HTML elementi formalaşdıra bilirik. Bununla yanaşı, həm də HTML-də olan bir tegimizə müraciət edərək, onun üzərində stil, yəni CSS dəyişiklikləri də edə bilirik. Öncələri, yəni JavaScript yeni çıxmağa, yeni formalaşmağa başladığı zaman yalnız klient saytda işləyə bilən bir proqramlaşma dili idi. Yəni, bu nə deməkdir klient sayt? Sayta daxil olan müştərinin kompüterində işləyən kodlar. Yəni, unutmayaq ki, mövzumuzda, yəni burada bu kursun daxilində öyrənəcəyimiz JavaScript kodları yazdığımız zaman sayta daxil olan şəxsin kompüterində işləyəcək. Buna klient sayt deyirlər. Daha sonra Node.js texnologiyası vasitəsilə artıq JavaScript server saytda, yəni backend tərəfdə işləyə bilən bir proqramlaşma dilinə də çevrilmiş oldu. Sadəcə olaraq biz kursumuz daxilində JavaScript-i klient sayt olaraq istifadə edəcəyik. JavaScript HTML elementinə müraciət etməklə, onun üzərində dəyişikliklər etməklə yanaşı, həm də mövcud olan bir API-imizdən məlumat göndərə və məlumat çəkə bilir və bu əməliyyatları asinxron şəkildə icra etmiş olur. Kursumuz müddətində bütün bunlar haqqında danışacağıq. Sadəcə olaraq ilk öncə JavaScript kodlarımızı necə yaza bilərik, harada yerləşdirəcək, bunu öyrənməyə başlayaq. JavaScript kodları yazmaq üçün bizim hər hansı bir proqram və ya əlavə yükləməmizə ehtiyac yoxdur. JavaScript istənilən platforma üzərində rahatlıqla işləyən bir proqramlaşma dilidir. Daha öncə HTML və CSS-də istifadə etdiyimiz hər hansısa bir kod editor vasitəsilə JavaScript kodlarımızı yazmağa başlaya bilərik. Visual Studio Code'a daxil olaq və yeni bir HTML faylımızı formalaşdıraq. Ders.html faylını yaradırıq və HTML strukturumuzu formalaşdırırıq. JavaScript kodlarımızı HTML kodlarının daxilində inline olaraq script tagi daxilində yaza bilərik və ya script tagın içərisində source atributundan istifadə edərək yeni yaratdığımız bir JavaScript faylı ilə də əlaqə edərək JavaScript kodlarımızı yazmağa başlaya bilərik. Source bərabərdir ders.js. Bu üsulların hər hansısa birindən istifadə edə bilərik. Təbii ki, yeni bir JavaScript faylının içərisində işləmək daha məqsədə uyğun və səliqəli bir kod yazmamıza səbəb olacaqdır. Əvvəlcə, yeni bir fayldan istifadə etməmişdən öncə script tagimizin harada yazılacağı barəsində danışaq. Script tagimiz HTML sənədinin içərisində iki yerdə formalaşdıra bilər. Head taginin daxilində və body taginin daxilində. Bunlar arasındakı fərq nədir? Gəlin bunun haqqında danışaq. Dərsimizdə qeyd etdiyimiz kimi, biz JavaScript fayllarımızın içərisində HTML elementlərinə müraciət edəcəyik. Gəlin bunun çox sadə bir forması haqqında danışaq. Təbii ki, irəliləyən dərslərimizdə bunu geniş şəkildə öyrənəcək. Bu sadəcə olaraq bir nümunədir. Tutaq ki, bizim HTML sənədimizin içərisində H1 deyə bir tagimiz var və bu tagin içərisinə dərs sözü yazılıb. H1 elementimizə referans almaq üçün bir ID yerləşdirirəm və header olaraq qiymətləndirirəm. HTML sənədimizin içərisində yazdığımız script taginin daxilində isə həmin elementə müraciət edərək onun içərisindəki sözü dəyişməyə çalışacaq. Document.getElementById yazaraq ID-mizi qeyd edirik. Header içərisində yazılan sözü, yəni onun inner tekstini JS sözü ilə əvəz etmək istəyirəm. Sənədimizi çalışdıraq və nə olduğuna baxaq. Browserdə run etdiyimiz zaman yazdığımız kodun işə yaramadığını görürük. Buna səbəb nədir? Konsol üzərindən baxdığımız zaman artıq burada bir error ilə qarşılaşdığımızı görürük. Bunun səbəbi HTML-in oxunma qaydasıdır. Biz bildiyimiz kimi HTML sənədlərimiz sətir-sətir oxunur. Yəni, hal-hazırda bu sətir oxunduğu zaman hələ də H1 elementi təyin olunmadığına görə burada yazdığımız kod keçərsiz olmuş oldu. Bu problemin həlli üçün biz script tagimizi body tagə bağlanmamışdan bir sətir öndə yazmış olacaq.
ayrı bir fayl haqqında, ayrı bir fayl şəklində yazsaq da və ya HTML sənədimizin içərisinə skript tag olaraq qeyd etsək də bu qayda keçərli olmuş olacaq. Hal-hazırda artıq JavaScript kodumuzun işlədiyini görmüş oluruq. Növbəti dərslərimizdə daha geniş şəkildə bu kodlama haqqında danışacaq və JavaScript'i daha dərindən öyrənməyə çalışacaq.